Allah o əzəməti ilə deyir, qüdrətim, rəhmətim sənin ixtiyarındadır, ay insan. Arxalan mənim qüdrətimə, rəhmətimə, arxayın ol, narahat olma, ürəkli ol. Sən ki, ümidsizlik yaranır səndə, sarsılırsan, Allahın bu xoşuna gəlmir. Allah deyir, məni nə sayırsan? Mən deyirəm ki, mən sənin arxandayam, mən sənə dəstəyəm, inanmırsan mənə? Məni nə hesab edirsən? Allah istəyir, biz bütün qəlbimizlə onun mehribanlığını qəbul eləyək, onun qüdrətini qəbul eləyək. Buna deyirlər Allah barədə hüsn-i zənn, yaxşı gümanda olmaq. Psixoloqlar deyir ki, bir insanın mehriban bir arxası, dayağı olmasa, müxtəlif psixoloji problemlər olacaq o insanın. Arxası olan adamlar, özünə güclü arxa, dayaq nöqtəsi tapan adamlar ürəkli olur həyatda, möhkəm olur.